kimlər eyləyib vəfa. Fanidir bu kainat Naxçıvanın lanında, mən əziz məkanımda. Oğlu Fuadın adından, bir ata fəryadından söhbət edim sizlərə, baxın qəmli sözlərə. Atasıdır mais kişi, mərd olubdu keçmişi, xidmət edib vətən üçün, həm bugün həm dünən üçün. Şah buz olub ünvanı, tərk edib bu dövranı. 42 yaş tamamda, cavan vaxtda məqamda. Hamı görüb zəhmini, Şıxı Mahmud kəndinin dəyərli bir adıdır. Fuad onun övladıdır, var idi pak hörməti, 17 il xidməti. Olub hər bir hissədə, daima ön cərgədə. Şəhidli uca zirvə 2023-də, Xocavəndin çölündə, zəfər marşı dilində. Döyüşdə Xocavənddə, Oçartar adlı kənddə, şəhadətə ucalmış, əbədi izləri qoymuş. Göstərmisən şücaət, unutmaz səni millət. Sənsiz ötür vaxtı an, qəm-kədər hər bir zaman görsənir gözümüzdən, qismət ayırdı bizdən. Heyf o cür insanı, budur vətənin şanı. Biz də fəxr eləyirik, Fuada səbir diləyirik. Yad etdi şair sizi, yazdığım hər bir sözü. Qəm-kədərlə yazmışam, xəyallarda azmışam. Çətindir səbr eyləmək, ruhuna rəhmət deyək. Mais ruhun şad olsun, torpağın nurla dolsun.